Salam, hər vaxtınız xeyir olsun. Kanalıma, yeni vloguma xoş gəlmisiniz. Necəsiz? Məni soruşsaz, şükür ki, mən yaxşıyam. Səhər durdum, biraz həyəti suladım. Biraz görüləsi həyətdə yüngül işlər var idi, onları elədim. Əslində həyətdə çox iş var. Amma ki, indi hələ ki, hava istidir. Alaq otları çox bitib, onları təmizləmək lazımdır. Əslində təmizləmişdik, qurutduq, otlar qurudu, sonra onları yandırdıq. İndi yenə də elə tez böyüyüblər ki, yenə də bitib alaq otları. Onları təmizləmək lazımdır, biraz səliqəyə salmaq lazımdır. Belə hələ ki, hava çox istidir deyə həyətdə çox iş görmək olmur. Sizə göstərmişdim, qatıq tutmuşdum. Qatığım çox yaxşı alınıb, maşallah olsun. Yaxşı bərk yağlı qatıqdır. Axşam soyuducuya qoydum. İndi çıxartmışam, çox gözəl qatıqdır. Yaxşı tutub qatıq. İndi bundan istəyirəm ki, dovğa bişirim. Sizlə birlikdə bişirərik. Qış kurtkalarını yumuşdum. Demək, hissə yuyuram. Jaketlərdir, kurtkalardır, balonkalardır. Demək, onlar çox hissəsini yumuşam yavaş-yavaş. Bunlar da axıra qalanlardır. Kurtkalar, balonka. Bunları da yumuşdum, qurudu. İndi səliqə ilə bunları qatlayıb götürməliyəm. Yığıb yenə də qış üçün saxlamalıyam. Belə, siz necə qış paltarlarını yuyub bitirmisiniz? Mən hələ indi bitirirəm. Yenə bəzi bir-iki xırda şeylər var. Demək, onlar bitirmişəm. Amma bəzi bir-iki şeylər qalıb. Onları da yavaş-yavaş yuyub, təmizləyib götürəcəm. Belə, istədim ki, biraz güzgümün qarşısında, sonra bu polkalarda biraz təmizlik eləyim, səliqəyə salım. Tozunu alım. Çünki burada çox xırda, necə deyərlər, xırda şeylər çoxdur. Yer yoxdur, sirtmələrimdə də artıq yer yoxdur. Güzgünün də qarşısını çox doldurmağı sevmirəm. Bir təhər də yerləşdirmişəm. Burada mənim yəni ətirlərim, saç üçün olan kremlər, yağlar, maskalar, şampunlardır, duş gellərdir, bədən spreyləridir. Yəni ki, nə desəz də çox şeylər var burada. Əl kremlərim, üz üçün olan kremlərim. Yəni belə bir çox şeylər var. Tonalini, bu L'Oreal'ın tonalnisi qırılıb. Mən də düzdür, artıq axırıdır, çox az qalıb. Çox bəyənirəm mən L'Oreal'ın tonalnisini, çox gözəldir. Üzdə çox yaxşı, necə deyərlər, oturur üzə, dəriyə, çox yaxşı görünür, yüngüldür, yüngül tərkiblidir. Mən həmişə istifadə edirəm. İndi demək olar ki, bitmək üzrədir. O da qırılmışdı, başlığını elə bil qırmışam, amma yenə o cür istifadə edirəm. Çünki hələ içində, qabın içində var. Onun hamısını istifadə edəcəm. İnşallah ki, yenə alaram. Belə istədim indi buraları təmizləyim. Sonra da yenə mətbəxə keçim. İşlərim var.
Yenə də pomidor yumurta hazırlayıram. Gördüyünüz kimi bizim sevimli səhər yeməklərimizdən biridir. Qızlar, deməli axşama belə soğan, badımcan qəşəng qovururam. Kartof da əlavə elədim. Gözəl yemək olacaq. Bunun üstünə mən yumurta da vuracağam. Biz yumurtalı xoşlayırıq. Çox qəşəng yeməkdir. Xoşum gəlir bu yeməkdən. Hamımız bəyənirik bu yeməyi. Bunun yanına sarımsaq qatıq da qoyuram. Əla. Yanında da yaxşı tərəvəz salatı. Axşam yeməyimizi yedik. İndi də belə bir-iki xırda ərzaq, bir də yuyucu vasitə lazım idi. Mənə onu tapşırmışdım. Axşamda alıb gətiriblər, sağ olsunlar. Belə sasiskadır, kalbasadır, şordur, Holland pendiridir. Gördüyünüz kimi alıblar səhər yeməyi üçün. Səhər yeməyimiz üçün olan ərzaqlar demək olar ki bitmişdi. Bir də mənim sevimli yuyucularım Domestos və Acı. Bunlar çox yaxşıdır. Yəni onlardan istifadə edirəm. Bir də bu Arifrahın bilirsiniz də bu sabununu, duru sabununu. Yəqin ki çoxları bunu artıq bilir, işlədirlər. Çox gözəldir. Çox yaxşıdır. Hər şeydə işlətmək olur. İnanın ki əlimdən tutur. Artıq bitmək üzrədir. Yenə alacağım. Almaq fikrindəyim. Hətta birini yox, ikisini almaq istəyirəm ki ehtiyatlı olsun. Əlimin altında olsun. Çünki çox işlədirəm onu mən. Çox şey yarayır. Paltarlarda ləkələrə yarayır. Yəni ki, ləkələrə aparır. Belə, necə deyərlər, hər bir şeyə də, bax, belə çaynikləri sürtürəm. Düzdür, toz şəklində olan məndə yuyucu tozlar var. Onlardan da istifadə edirəm. Amma bu sabun mütləq. Duru sabun mütləqdir. Ondan da qarışdırıram bu yuyucu tozlara. Yəni, çox qəşəng effekt verir. Çox şeydə istifadə olunur. Yəni ki, çox belə sərfəlidir. Həm də ki, yaxşıdır, keyfiyyətli bir şeydir. Belə yəqin ki, sizlər də istifadə edənləriniz var. Əgər istifadə etməyənlər varsa, alıb sınaya bilərsiniz. Çox yaxşıdır. Məncə bəyənəcəksiniz. Yeni bir gündəyik, səhərdir. Durdum, çayniki sürtdüm. Çaynik neçə vaxt idi, təmizləmirdim, sürtmürdüm. Yaxşı sürtdüm, təmizlədim, yudum, çay qoydum. Dedim, səhər yeməyi hazırlayayım, səhər yeməyimizi yeyək. Sonra yemək pişirməliyəm axşama, indi görüm nə yeyərik. Yəqin ki, axşama pişirərəm artıq yeməyi, çünki günorta elə də heç kim olmayacaq. Özüməm qarpızlar, pendirlər çox sevirəm yayda. Yəni ki, belə, onsuz da istidir hava, çox da yemək olmur. Yəqin ki, axşama hazırlayaram yeməyi.
Baxın, mən hər şeyi bir-birinə qatmışam. Reyhan kompotu yenə hazırlayacağım, suyunu qoymuşam. Burada badımcan, biber, pomidor dolması yenə hazırlayıram. Yayın ən yeməli dolmasıdır, bizdə bu çox sevilir. Pomidorları hələ yığmamışam. Biraz pişsin, badımcan, biber, pomidorları yığacağım üstünə, o da pişsin. Ki pomidor əzilməsin. Burada da doğramac eləyəcəm, yəni ovduq eləyəcəm. Hazırlığını görürəm, göyərtilərini doğramışam. Reyhanlarımı burada yumuşam. Hazırdır reyhan kompotu etməyə. Yəni mətbəxdə aləm qarışıq bir-birinə. Mən ovduğu, deməli, doğramac da deyirlər, ovduq da deyirlər, akroşka da deyirlər. Akroşka, yəni akroşkaya əslində soyutma yumurta, soyutma kartof, soyutma ət didib əlavə edirlər. O da bir başqa soyuq yeməkdir yay üçün. Bu sadə bildiyimiz ovduqdur. Bir baş soğandır, xiyardır. Bunları doğrayıram xırda-xırda. Göyərtilərdən şüyüd, keşniş, reyhan, göy soğan çox yaxşı yaraşır. Nanə də, nanəm yoxdur. Nanə də əlavə edirəm, təzə nanə, amma indi yox idi nanə. Belə xırda-xırda doğrayıram. Gözəl, yəni duz, su qatıq, çox gözəl ovduq hazırlayıram. Belə soyuducumda da qatıq var idi, əlavə bir neçə qabda yarımçıq qatıq var idi. O sizə göstərdiyim, tutduğum qatıq yox, onu saxlamışam, dovğa hazırlayacağım. Əslində kanalımda var, bir neçə dəfə çəkmişəm dovğa hazırlığını. Bunu da istəsəz çəkib sizin üçün yenə göstərərəm dovğa hazırlayanda. O qalan qatıqlardan da qərar aldım ki, soyuducuda qalıb elə əsl məqamdır. Yaxşı bir ovduq eləyim, sərin axşam yeməyinin yanında. Axşam yeməyində də bildiyiniz kimi dolmanı hazırlayıram. Badımcan dolması, badımcan, biber, yəni pomidor üçü birlikdə. Yəni bu üçlü dolmanı biz çox sevirik. Həm də yayda mən bunu tez-tez bişirirəm. Çünki tərəvəzlər təzə olur. Onun dadı bir başqadır. Qışda hazırlayırıq hərdən bir, amma qışda parnik olduğu üçün, tərəvəzlər parnikdə yetişdiyi üçün bu yaydakı tərəvəzlərin dadını vermir. Ona görə elə yayda bu dolmanı tez-tez hazırlayıb yemək məncə yaxşıdır ki, doyunca bu dolmadan istifadə eləyəsən, yeyəsən. Qışda da, qışın da öz dolması var. Yəni qışda da bir başqa yeməklər hazırlanır. Xəmir xörəkləri, nə bilim, kələm dolması tez-tez hazırlanır, yarpaq dolması. Yarpağı bağlayırıq ki, qışda dolma hazırlamaq üçün. Belə badımcan, biber biraz bişdikdən sonra demək əlavə eləyirəm pomidorlarımı. Çünki pomidor əzilməsin, pomidor tez bişdiyinə görə belə eləyirəm. Yəni belə. Belə dolmam demək olar ki, hazırdır artıq. Reyhanlarımı suya qoydum. Su qaynamışdı. Reyhan kompotu da hazırlayıram. Yenə yığacam soyuducuya, soyuq halda içmək üçün çox yaxşıdır. Ovduğum da hazırdır. Sərin-sərin axşam yeməyinin yanında yeyəcəyik. Bizə nuş olsun. Belə yeməyimizi yedik, yudum yığışdırdım. İndi meyvə almışdıq, meyvəm bitmişdi. Axşam üçün dedim meyvə yuyum. Qoyum axşam çayının yanında meyvəmizi də yeyək. Belə bu günümüz də belə bitir. Burada məncə sizlə sağollaşım. Artıq vloqum bitmək üzrədir. Gələn yeni vloqlarda görüşərik. Əgər mənim bu vloqum, videom xoşunuza gəldisə, əziz izləyicilər, əziz qızlar, bəyənməyi unutmayın. Yeni qoşulanlara da deyirəm ki, mənim vloqlarım bəyənirsinizsə, xoşunuza gəlirsə, abunə olmağı və videolarımı bəyənməyi unutmayın. Məni izlədiyiniz üçün təşəkkür edirəm. Gələn vloqlarda, videolarda görüşərik. Hələlik özünüzə yaxşı baxın.